Fuat, qarşıda dairə var və dairəvi yol ayrıcı nişanı var və biz dairənin səsini gözləyərək dairəyə daxil olacağıq. Çünki dairəvi yol ayrıcı nişanı tək quraşdırılıb. 59 istiqamətində maksimum diqqət olacaq qardaş. Soldan gələnlər yol verib girəcək dairəyə. Dairəyə girdikdən sonra sən üstünlüyə maliksən. Bu dairədə bir çox sözlər var ki, ona əhəmiyyət vermir. Bir də qoysan sən üstünsən girdi dairəyə. Ehtiyatını saxlamalısın. Orada indi işıqların yaxşılaşan gözləyirik. Bax, bu işıq var, burada yox. Dairənin özünü tənzimləsəydi, dairənin başlanğıcına qoysaydı, daha əhəmiyyətli olardı. İnsanlar əziyyət çəkməzdi. Bu dairəyə girmək üçün çıxmaq çox çətindir. Hələ təcrübəsiz sözlər üçün. Yaxşı olar ki, işıq var dairədə quraşdırılsın və dairə işıqla tənzimlənsin. Gidək. Davam edirik. Al biraz sürətindən. İndi bax qardaşım, görürsən, dairənin sən dayanıb durmuş avtomobillər də var. Sonunu yandır. Bax, biri girdi artıq dairəyə. Bəyaqdan şans var idi, belə kəsə biləcəyik. Maşından sonra şansımız olsa kəsərik. Aha, var. Qardaş, sür də, nə Allah köməyin olsun ki, dairənin sənə görə telefon qutar ya. 2 versən sən ona. Get, davam edir. Dairəni sən fırla. Çəkməyə çox, bax bu şəkildə. Bax, indi artıq dairənin padişahı sənsən, get. Dairəyə girmək istəyənlər sənə yol verəcək. Bəyaqdan biz zamata yol veririk, indi növbə onlar bizə yol verəcək. Davam elə. Biraz artır, biraz artır, biraz artır. Biz 3-cü Ukrayna dairəsindəyik. Davam elə. Biraz artır dostum. Bir dövədə vuraq. Artır da, biraz artır. Artır, cəmaat bizi gözləyir. Artır. Məsələn, artırmadım, bax bu maşından girdi artıq dairəyə. İndi gedək dairədən üzü əcəmi istiqamətdən çıxacaq. Yox, get. Get, öldürmə də sürətini get. İndi bax, sağını yandır. Yandırdın. Gəl, biraz artır. Baba, bu şəkildə çıxacaqsın. Dairədən çıxarkən kənar sağ zola yandırıb, kənar sağ zoldan çıxıb, sağa dönmüşlə yandıraraq çıxmaq lazımdır. İndi sonlayıb, keç sol zolanı. İstiqamət əcəmi metro stansiyası.